Almaniyanın ən məşhur xidmət avtomobillərdən biri Volkswagen Passat'dır. Bugün bu avtomobillə mən sizi ətraflı tanış edəcəm. Passat adı bu avtomobilə təsadüfən verilməyib. Passat külək deməkdir. Passat 3-4 ballıq əsən küləklərdən biridir. Vaxtilə Passat Kolumbun Amerikanın kəşf etməsinə səbəb olub. Deməli, Kolumb elə bilirdi ki, o şərqə istiqamətlənir. Amma Passat küləyi Kolumbu və onun komandasını qərbə, Amerika adlanan yerə aparıb. Ona görə də biz Volkswagen Passat'ı küləkli məkanda tezrav etməyə qərara gəldik. Passat öz aerodinamik xüsusiyyətlərinə görə əla külək kəsiciliyə malikdir. Yəni, qarşıdan gələn külək sizə mane olmayacaq. Tezrav məkanımız elə yerdir ki, burada daimi küləkli əsir. Deməli, xəzri külək əsir, gilavar külək əsir. Arxada gördüyünüz qurğular elə bir qurğulardır ki, Azərbaycanda analoq olmayan qurğulardan biridir. Deməli, bu qurğular küləyin əsasında enerji verir. Volkswagen Passat avtomobili sizin həyatınızı daha rəngarəng edəcək. Deməli, bu avtomobil o qədər komfortlu avtomobildir ki, bu avtomobili idarə edəndə adam bunun idarə olunmasından ləzzət alır. Deməli, bütün yeni Passat'ın hissələri yenilənib və bu Passat öz sinifində standartları təyin edir. Volkswagen Passat'ın müxtəlif növ salonu olur. Deməli, hal-hazırda bizə təqdim olunan avtomobilin salonu bir neçə elementlər var burada. Deməli, avtomobilində dəri elementlər də var, alkantar materialın elementlər də var, oturacaqlarda işləlib və mebel elementləri var ki, bu avtomobilin sükanında və ön panelində işlənib. Avtomobil yenə də bütün Volkswagen modeli olduğu kimi Tiptronic transmissiyadır, avtomat transmissiyadır, idman rejimlə. Avtomobilin aqressiv mühərriki var, 2 litr həcmli mühərriki var, TSI mühərrikdir, turbo mühərrikdir. Və avtomobilin salonunda hər bir komfort var. Hər bir komfort. Kondisionerlə, iqlim nəzarətindən tutmuş, avadanlığı yerləşdirmək üçün yerlər də var və bir dənə maraqlı bir element var. Deməli, avtomobilin arxa şüşələrində və yan şüşələrində və arxa şüşələrində pərdələr var. İstədiyiniz halda o pərdələri qaldıra bilərsiniz və indirə bilərsiniz. Arxa şüşəsi də mexanizm əsasında qurulub. Bu düyməni basarkən pərdə enir, düyməni basarkən pərdə qalxır. Avtomobilin qabaq hissəsinə və qarşı hissəsinə parktroniklər var. Siz burada monitordan seyr edə bilərsiniz ki, avtomobilin qabağında və arxasında nə qədər məsafə qalıb.
Burada da əlavə bir xırda əşyalar üçün yerlər var avtomobilin. Multi sükanı var avtomobilin, mebellə işlənib. Əladır.